Bakıda 31 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb. Hadisə Xətai rayonu Lütfüzadə küçəsində baş verib. Belə ki, Müzəffər İlhamoğlu Aydınlı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Müzəffər Aydınlı səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin əməkdaşı olub. Onun ölümü ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır. Bir neçə gün əvvəl yağan aramsız yağışlardan sonra Səbail rayonunda daha bir torpaq sürüşməsi baş verib. Hadisə Badamdar qəsəbəsi 17-ci küçə qəbristanlığa düşən yolda qeydə alınıb. Sakinlərin sözlərinə görə yamaç sürüşdüyündən ərazidə təhlükəli vəziyyət yaranıb. Problemlə əlaqədar Səbail rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sürüşmənin aktiv olub-olmaması müvafiq qurumların rəyindən sonra məlum olacaq. Sözügedən ünvana yerində baxış keçirilib və tərəfimizdən aidiyyatlı qurumlara rəsmi müraciətlər ünvanlanaraq ərazidə təmizlik işləri aparılıb.